50 yaşında olan qadınlar var ki, iş tapmırlar. Çünki bugün hansısa rəhbər öz ofisində, öz idarəsində 50 yaşında bir qadın görmək istəmir. Onlar çox istəyirlər ki, 18, 20 və 25 yaşında süslü püslü, bilməm, bədən ölçüləri belə möhtəşəm olan, hətta təmizlikçi bir xanım, deyək ki, oranı süpürən və səliqəyə səhmana salan bir xanımın belə 50 yaşında olmasını istəmir bugün idarə rəhbəri. Tamam, siz istəməyin, mən istəməyim, o istəməsin, bu istəməsin. Qadınların pensiya yaşı da 2027-ci ilə qədər 65 yaşa çatacaq. 50 yaşında olan bir qadın 65 yaşında pensiya almaq üçün 15 il gözləməlidir. Amma 15 ildə bu nə yeyib, nə içməlidir? Əgər bunun evinə çörək pulu gətirən yoxdursa və yaxud da ki, bir qadın tək tənha yaşayırsa, nə ilə dolanmalıdır? Hava ilə qidalanmaq olarmı? Yox, qidalanmaq olmaz. Bugün o 50 yaşında olan qadın, 55 yaşında olan qadın, 47 yaşında olan bir qadını işə almayan rəhbərlik, çox yox, bircə gün yemədən, içmədən dayansın, deyək ki, kişi oğlusan, nə gözəl bir gün 24 saatı tam da susuz və çörəksiz başa vurdun, eləyə bilərmi? Yox, eləyə bilməz. Niyə bugün onlara siz hətta rəva görmürsünüz ki, gəlib orada müəyyən bir yerdə, çox üzr istəyirəm bu ifadəmə görə, bəlkə də kobud çıxar, amma deyəcəm, sizin ayağınızın altını süpürməyə belə siz 50 yaşında qadını işə almırsınız. Niyə? 25 yaşında mütləq dodağı silikonlu mu gəlib süpürməlidir sizin ayağınızın altını? Bu balı göstərər.